Təəssüflər olsun ki, yaşadığımız mühitdə çox yerlərdə var. Müsəlmanlar, şiələrdə bu təfəkkür var ki, bəli də günah eləsəm də Əhl-i-Beyti sevirəm. Və təəssüflər olsun ki, bəzi ruhanilər minbərlərdə bir tərəfli təbliğat apardıqları üçün insanlarda bu cür cəsarət yaranır. İmam Hüseyn əleyhissalama bir dəfə ağla, bütün günahların gedəcək. Bu da deyir ki, il ərzində günah eləyərəm, saxlayaram məhərrəmliyə. Var ha belə insanlar. Günahlar eləyir, saxlayır məhərrəmliyə ki, bəli gedib İmam Hüseyni ağlayacam, bağışlayacaq, yenə başlayacaq məhərrəmlidən sonra eləməyə, yenə bu cür. Belə bir şey yoxdur. Bütün çirkin işləri demək olar ki, eləyir, günahları eləyir. Deyir, mən gedib əzadarlıq eləyəcəm. Həzrət İmam Hüseyin əleyhissalamı ağlayacam və günahların bağışlanacaq. Ya məsələn, narkotik satır, şərab satır, nə bilim, haram pullarla pul qazanır. Deyir, mən gedirəm Kərbəlaya, Həccə, Nəcəfə, Məşhədə. Elə bilir ki, bu getdi, bunun ziyarəti qəbul olacaq və günahları bağışlanacaq. Nə bunun ziyarəti qəbul olur, nə də günahları bağışlanır. Xumsun zəkatını vermir. Deyir, mən həccə gedəcəm, Kərbəlaya gedəcəm. Bunlar da qəbuldur.